Nəzərə alın ki, bundan öncəki dərsdə indi dinləyəcəyiniz mətndə ola biləcək bir neçə yeni sözlə tanış ola bilərsiniz. İndi bu mətnlə bağlı qısa bir məlumat verim. Bu məqalə ingilis dili haqqında maraqlı faktlardan bəhs edir. İngiltərədə hər il minlərlə yeni sözün lüğətə əlavə olunduğu, bir çox sözün isə birləşdirilərək və ya qısaldılaraq yaradıldığı deyilir. Set və run sözlərinin ən çox mənası olan sözlər olduğu burada qeyd olunur. İngilis dilinin dünyada geniş danışılmasına baxmayaraq, onu idarə edən rəsmi bir təşkilatın olmadığı bildirilir bu mətndə. Həmçinin ən qısa düzgün ingilis cümləsinin go olduğu vurğulanır, yəni get. Bu bir cümlədir artıq. Bu dəfə dinləmə mətnində xüsusilə sifətləri, yəni necə, nə cür, hansı sualına cavab verən sözləri boşluqlara doldurmağınızı istəmişəm. Yəni eşitdiyiniz sözlər əsasən sifət olacaqdır və onları boşluğa doldurmaq lazımdır ki, mənalı bir cümlə yaransın. Həm də dinləmə qabiliyyətiniz inkişaf etsin və eyni zamanda anlama. Surprising facts about the English language. No matter how long you've been studying English, there's always more to learn. Here are some interesting facts that may both surprise you and help you understand the language better. English is not the official language of the United States. Some states have made English their official language, but the US government hasn't done this for any language yet. Nearly 4,000 new words are added each year to the Oxford English Dictionary, or OED. In recent years, technology has helped English grow. New words become widely used on social media and are then added to dictionaries. Many of the words added to the OED in recent years have been made by shortening and combining two other words. A few examples are brunch, which combines the words breakfast and lunch, and motel, which combines the words motor and hotel. The word set has the most definitions of any English word, with over 400 in the OED. The word run is a close second, with nearly 400 in the same dictionary. Of the 10 most widely spoken languages, English is the only one that does not have an official organization that decides language standards. People have argued for hundreds of years about whether the English language needs such an organization, but many believe it's better without one. The shortest possible grammatically correct sentence in English is a word made of just 2 letters. Go. It is a command, a phrase that asks or tells people to do something. Dərslərimi faydalı ola biləcəyini düşündüyünüz dostlarınızla, tanışlarınızla paylaşmağı unutmayın. Sizə uğurlar.